qarşılaşma başlayır. Dərhal qonaqlar Prince Ovusu qəbul etdi. 3 nəfərlə mübarizə aparmalıdır burada Prince və vəziyyətdən yaxşı çıxır. Ötürməsini verə bilir cərimə meydançasının önünə. Hücum hələ də davam edir. Akinade o da geri oynadı. Eşkin top atır önünə. Eşkindən cərimə meydançasına Ovusuya doğru gəlirdi top. Uzaqlaşdırıldı. Zərbə qapıya. Yaxşı atdı topu önünə. Bax bu epizodda ötürməsi də pis deyildi. Gomis yaxşı oynadı bu epizodda və Massumonun zərbəsi ilə bitdi bu hücum. Nicat Əliyev sol cinahla. Mərkəzə yaxşı oynayır Şahin Şahniyarov. Şahniyarov yoxlayır. Qismətdən qayıdır top Ovusu. Ovusu yenə cərimə meydançasının önündə. Top gəldi ona. Bu dəfə zərbəsi bloklanır. Akinade sağa. Eşkindən qapının düz qarşısına. Burada Prince Ovusu çevrilir. Zərbə indirir. Müəyyən təzyiq altına saxlaya bilirlər. Ruan burada topu itirir. Zərbə Massumodan. Thiago Silva xilas edir. Daha bir zərbə. Mutsinzi'nin xəsarət aldığı epizodun təkrarı. Topladı. Sierra'ya. Sierra'dan Ovusuya çox yaxşı alınır. Qəbələnin bu hücumu. Nicat Əliyev özünü çatdırır. Nicatdan qapı qarşısında Ovusu və Abunaşvili sağdan Gomis qoşulur. Gomisdən cərimə meydançasına və Massumo uzaqlaşdırmağa bacarır. Burada indi Akinade'nin təzyiqi var. Akinade topu ələ keçirir. Akinade təkbətək. Akinade. Top qapıdadır. Top qapıdadır. Bu dəqiqəyə qol qeydə alınır. Üstəlik Konate sarı vərəqə alır. Elçin Məsiyevə etiraz etdiyi üçün. Və Akinade'dən qayda pozulduğunu bildirirlər. Amma burada mən düşünürəm ki, Mutsinzi'yə qarşı qayda pozulmamışdı. Hər halda vardan dəqiq cavab gələcək. Məncə bu zirə müdafiəsinin növbəti kobud səhvidir. Maçın startından etibarən bir neçə dəfə belə səhvlər biz görmüşük. Akinade isə 2012-ci ildə Fernando Torres'in Camp Nou-da vurduğu qolu xatırlatdı bu qolla. Qərar olacaq. 50 oyun var idi. Burada azacaq amma çəkirdi əlindən sanki. Mutsinzi'nin bu rakursdan fikir verin. İkili bir mübarizə idi. Aha bax burada çətin epizodda əslində Mutsinzi sanki özü də Akinade'nin qoluna geçdi burada və digər məsələ də 50 oyun məsələsi. Var idi Akinade'də 50 oyun. Hər halda görünmədi. Gəlin baxaq. Bəli. 50 oyun deyir Elçin Messi. Akinade'də 50 oyun qeydə alınır. Baş hakimin yekun qərarı burada bu məqamda, bəli, bu məqamda top Akinade'nin əlinə deyir. İfasında künc zərbəsini götürmə. Başla zərbə. İstədiyini alır. İkincisindən sola. İsa Cibrila. Eren Aydın yaxşı yayınır burada. Sierra'dan Eren Aydın top qapının üstündən keçir. İzləyirik. Götürmə eşkindən başla zərbə və top qapının yanından keçir. İnanılmaz fürsət idi bu. Heç kim ona mane olmurdu. Qabaqlamışdı burada Volkovu. Əla çıxdı burada. Volkovun gerisindən və sadəcə bir neçə santimetr çatmadı burada. Eren Aydın. Eren özü gedir, ötürmə verdi burada Volkova. Volkovun ötürməsi. Papunaşvili rahatlayır. Zərbə və top qapının yanından keçir. Yenə künc zərbəsi olacaq. Şahin. Eşkinə doğru ötürmə. Eşkin qəbul edə bildi. Massumo! Ruan Renato'dan ötürmə Volkova doğru. Murad Musayev uzaqlaşdırır. Papunaşvili, Nuriyev qəbul etdi.
Junior Martins ve gol! Junior Martins meydana daxil olduqdan bir neçə dəqiqə sonra topu qapıdan keçirir. Olub Kefezin heyətində 8 gol. Baxırıq təkrara, buradan Murad Musayev uzaqlaşdırır. Papulaşvili zamanında özünü çatdırır. Nuriyevin ötürməsi və Junior Martins. Volkovlar eyni zamanda, eyni istiqamətdə hərəkət edirlər. Hər ikisi nəzarətsiz idi və burada Junior Martins daha əlverişli mövqedəydi, daha öndəydi və Braziliyalı futbolçu burada Rıza Cəfərovla dueldən qalib ayrılır. Anatoliy Nuriyevin ötürməsi, Martinsin qolu, əvəz etmələr. Ötürmə gəlir, zərbə, daha bir fürsət var. Akinade və topu meydandan çıxara bilir Zirə futbolçuları. Qarışıqlıqdan sonra top düşdü önünə. Burada yayındı. Anatoliy Nuriyevdən zərbəni indirdi. Bəli, Acağa Hacılı. Meydanda qaldı son saniyəyə qədər. Amoa burada yaxşı oynamadı. İndi nöqtəni qoya bilər Zirə. Junior Volkov və top necə oldusa qapıdan keçmədi. Gözləyin deyir. Elçin gəlin baxaq. Burada top qəbulu çox uğursuz idi Amoa'da. Ardından Volkov ötürməni verdi. Martins və Volkov burada bir-birlərini başa düşmədilər. Martins özü üçün topu zərbəyə hazırlayırdı. Nəticədə Volkov zərbə indirdi və tüm bunların sonunda topda Nuriyev. Nuriyev, Qismət Aliyev onun ötürməsi. Burada Junior Martins'i Junior qəbul edir. Junior Martins və Rıza Cəfərov. Gözəl sayf. Burada Qismət Aliyev Mereydən yoxsa bir Mereydən, amma ötürmə etdi Junior Martinsə. Martinsin zərbəsini isə bu şəkildə dəf edir Rıza Cəfərov. Əgər bu epizodu hər hansı fotoqraf tuta bildisə, futbolçuları, hücum xəttinin futbolçuları Thiago Silva irəli ötürür. Burada qarşıladı Keita. Və bu da maçın final fiti. Zirə ağır döyüşdən 3 xal götürə bilir və ən azı bir günlük 4-cü pilləyə qayıdır.